Yaman teteni qoşun görən nə məsələdir? Xanımlar, kişilər, görün nə edirsiniz? Baxşı, belə balaları xanımlara bıraxıram, xanımlar kömək olsun. Çünki xanımlar uşaq sevəndirlər, qız sevəndirlər. Sağ olsunlar, Allah köməklərində olsun. Allah ciblərini dolu eləsin. Конечно, sağ olsunlar. Allah korusun. Yaman tete yoxdur. Yaman tete hardadır, onu qoşun bura. Hatta yaman teti. Buradadır. Denən buradadır. Buradadır. Hadi de qoşun da. İste yap kardeşim. Salam, axşamınız xeyir qardaş. Salam. Allah sizi var eləsin qardaş. Qardaş, bu mənim övladımdır, Miran Zeynallı. 4 yaşı var, özüm də hərbiçiyəm. Deməli, Miran talasemiya xəstəliyindən əziyyət çəkir qardaş. 20 gündən bir gətirəcəm. Bir dəqiqə səbirli ol, danışacağım. Xanım, bir də bax gör nə qədər pulunuz oldu. Bir dəqiqə. Şagoyin, çox sağ ol. 954 manat 65 qəpik. Səbirli ol, 1000 manat olsun, gedin dincəlin. 1000 manat olsun, gedin, sabahların gəlin, o qalanı həll eləyər inşallah. Danışsan, qardaş. Hə, qardaş. Çıxdım axından. Yo, buradasan, deyil. Qardaş, deməli, Miran talasemiya xəstəsidir, əziyyət çəkir. Əməliyyat olmalıdır Türkiyədə. Qız, oğlan uşağıdır, qız uşağıdır. Oğlan uşağıdır qardaş, oğlan uşağıdır. Ay maşallah. Çox sağ ol. Özüm də hərbiçiyəm qardaş. Qarabağda döyüşmüşəm, Qarabağ veteranıyam. Aha. İndi hal-hazırda bizə 150 min, 200 min pul lazımdır ki, bunun donor tapılıbdır, donor. Yəni bunun fond da qarşılayır, amma fond hamısını qarşılamır da. Yarısından çoxun bir 150 minin biz yığmalıyıq ki, qalanını fond qarşılasın. Qaraciyarı dəyişilməlidir bunu. Xeyr qardaş, ilik götürülməlidir. O şey kimidir, burada biri vardı, o deyil. O da burada Ankara'da edirlər bunu. Bəli, Türkiyədə. Ankara'da edirlər, Ankara'da da o bir dənə. Belə qan köçürülür. 14 gündən bir, 20 gündən bir aparıram Gənclik Talasemiya mərkəzində qan köçürülür. O qan köçürmədə bunun qaraciyarının böyüməsinə səbəb olur. Belə hər axşam səhərə qədər bu aparatla yatıb durur. Göbəyindən iynə qoşulur. Qan köçürüldüyünə görə dəmiri artır, qaraciyar böyür. Bu əziyyəti nə qədər çəkirsiniz? 3 aylığından qardaşım, 3 aylığından aparıb gətirirəm Gəncliyə. 3 aylığından bəri belə qan köçürülür. Xanım, baxın görün 1000 manatınız oldu. Bax gör oldu 1000 manat. 966 manat 65 qəpik. Bir səbirli ol, əzizlərim, bu karta gücünüz nəyə çatır atın, 1000 manata 40 manat qalıb da. O da geçsin, dincəlsin. İndi nə istəyirsən bizdən, qardaş? Qardaşım, maddi cəhətdən yəni köməkli istəyirdim sizdən, nəyə gücünüz çatır? Və yaxşı, Azərbaycan xalqı dəftər nədir yazmışsınız? Harada yaşırsınız siz? Biz Bərdər rayonunda yaşayırıq qardaşım. Kartı sabitləmək olmur, sabitlik silinir. Onun üçün məcbur belə qoymuşum. Pul yığımısınız heç olmazı? 4000 cəmi pul yığılıbdır. 150 minə qarşı? Bəli. Oy, ben bu pulu nətər yığacaqlarsa? Çox qoyun, çox. Yox, nə qədər söhbəti yox, yəni mən demirəm ki, o pulun hamısı yığılsın, o götür. Söhbəti yox, demirəm ki, o pulun hamısı yığılsın. Yəni mən hal-hazırda evimi də satdığa qoymuşam, evimi də satacağam, maşınımı da satacağam, nəyim var, nəyim yox, satacağam onun hamısını. Prosto ən azından nə qədər olmasa köməkli, yəni mənim evimi də satsam, nəyim var, nəyim yox, satsam da o pulu qarşılamır da, rayon yerində bilirsiniz də ev ucuz olur. Prosto yenə də köməklik də, yəni nə qədər olmasa.
Yox, bu iş seryoz işdir. Sən burada oturursan, sən evi sata bilməyəsən axı. Sən evi satmağa başla. Məcbur Əgər qardaşım. bunu istəyirsən sağlamlığın evinlə məşğul ol. Yoxsa TikTokda səhərdən axşam kimi oturmaqla o iş satılası, ev satılası deyil. Yox, bilirəm, yəni onlar axır momentdə yığdığımı yığım, kəsirim nə qalsa evimi satıb elə düzəldim. Sən naborot hər şeyini həll elə ki, kəsirin sənə heç kim inanası deyil. Mən şəxsən sənə inanmadım. Allah canını sağ olsun. Düzdürmü? Sən evini sat, gəl bura, denə ki 70.000 manat pulun var. Bu qədər. İstəyirsən şu an ekibrisini gətirim göstərim. İnanmadım. Yox, mənə o maraqlı deyil. Sən özün can atmırsan, gəlib cəmaatdan can istəyirsən. Niyə can atmıram ki qardaşım? Mən can atıram da. Evimdə satdıq qoymuşam maşınımda. Satın da, sat və nətər bu oğul sənindir. Hərəkət elə ki, biz də belə ki, sən hər Hərəkət edirəm, şeydən değil mi? məhkum olmusan, gəlmisən bura, mən də sənə məcburam ki, kömək eləyəm. Yaxşı, mən evimi satdım, Olmur yəni bu pul yığılmamış, indidən satdım və bu xəstə uşaq harda qalsın, çöldə qalsın. Və səni hamı başa düşəcək ki, sən evini satmısan, gündəlik 5 manat evdə qalırsan ki, balandan ötər. Gör, o elə tez yığılar pul, yoxsa belə tez yığılar pul. Qardaşım, mən deyirəm, yəni düzəltdiyimi, yığa bildiyim, qalanını ondan sonra evimi, eşiyimi satım, gedim. Mən dediyim variant eləsən, sən tez pul yığarsın. Allah canını sağ eləsin. Hə, mən dediyim variantla sən gəlsəydin, hər şeydən məhrum olsaydın, balandan ötər əziyyət çəkib bura gəlsəydin, mən bu sözü sənə deməzdim. Yoxsa sən burada nə yığılar söhbətini eləyirsən deyənə, ondan mən sənə dəstək olmaq istəmirəm. Bu qədər. Sağ ol. Onsuz da bu Azərbaycanda hərbiçi veterana kim dəstək olur ki, siz də olasınız. Hə, onu yuxarıya de, daha mənə de. Yuxarıda sizin kimi oğlanlar başa düşməyəndə sonra yuxarı niyə başa düşdüm? Sağ ol. Nə olsun, mənim qardaşım da qazidir. Mənə görə Allah canını sağ eləsin. Mənə görə döyüşməyib ki. Düz deyirsən. Biz vətənə görə döyüşmüşük. Bax, burada da mənim yanımdakı oğlanlar, bax, göndərim. Bax, hamısı şəhid qardaşları, şəhidlər, şəhid ailələrdir. Amma... Sağ ol, var olasın. Sağ ol. Allah Sən yaxşı bir gəlmişdik. Nə qədər pul oldu? Başqaların qoşun uşağı 976 manat 75 qəpik. yaxşı, gedin sabahların 1000 manat elib yoxdur. Gedin sabahda gələsi yığarım. Gedin.